Salam aleyküm. Xeyr. Xoşmusan. Bir dəqiqə. Yox, bağladı. Esselamu aleyküm ve rahmetullah ve berekatuh. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Esselatu vesselamu ala Resulillahil emin. Seyyidina ve Mevlana ve Tebibi kulubina ve şefi'i zunubina Ebil Qasimil Mustafa Muhammed sallallahu aleyhi ve aleyhi ve sellem. Ve ala alihil masumin el-mukarramin la siyumel hücceti ruhi ve ervahul alamin li turabi maqdamihil fidah amma ba'd. Qalallahu l-hakim fi kitabihil kerim. A'udhu billahi mineşşeytanirracim. Ya eyyühellezine amenu ittaqullaha ve kunu ma'as-sadiqin. Sadaqallahul aliyyul azim. Usikum ve nefsi bi tekvallah. Sizi ve özümü İlahi təqvaya riayət etməyə dəvət edirəm. Allah müteal bizləri gizlin və aşkar Allahdan qorxub təqvalı olan kəslərdən qərar versin. Quran-ı Kərimin Zuhruf surəsinin 67-ci ayəsi haqqında inşallah söhbət eləyəcəyik. Mövzu insanın dost seçimi, insanın oturub durduğu, münasibətdə olduğu şəxslər barəsindədir. Buyurur ki, Əuzu billahi mineşşeytanirracim. El-əxillau yevmə izin ba'duhum li ba'din aduvvun illəl muttəqin. Qiyamət günü bir çox dostluqlar düşmənçiliyə çevriləcək. Qiyamətdə dostlar bəzilərinə düşmən olacaq. Yalnız təqvalılardan başqa. Dostluğu iman üstündə, dostluğu Allaha görə olan şəxslərdən başqa hər kəs düşmən olacaq. Düşmən olacağın səbəbini ayədə açıqlamayıb, amma başqa ayələrdə açıqlanıb. İnsan özünə dost seçimində diqqətli olmalıdır. Kimlə dostluq eləyir, çox önəmlidir. Dost insana çox təsir buraxır. İnsanın təsirlənməsində, mühitin içərisində ətrafımızda olan şəxslərdən ən güclü təsir qoyan bizə dostumuzdur. Maraqlıdır ki, insanın dini hədisdə dostu ilə ölçülüb. Hədisdə qeyd olunmuyub ki, atan kimdir, sən aton dinindəsən. İnsan anasının dinindədir, atasının dinindədir. Onlar bizə dində bir salavat zikr eləyək inşallah. Onlar bizə dində bir o qədər təsir qoymaya bilir. Çünki mümkündür, ata mömindir, iman əhlidir, məscid əhlidir, amma oğlu, məsələn, oğluna hər nə qədər edilərsə təsir eləyə bilmir. O qədər belə ailələr var. Və yaxud da ana istəyir ki, məsələn, evladı namaza gəlsin, dinə, ibadətə gəlsin, amma təsir göstərə bilmir. Amma bizə mütləq surətdə bilmədən, özümüz də hiss eləmədən dostlarımız çox təsir göstərə bilir. Həzrəti Peyğəmbər sallavatullahın hədisi budur. Buyurur ki, Əl-məru əla dini xəlilihi. Hər kəs öz dostunun dinindədir. Demir, insan ərənin öz dini var. Deyir, hər kəs dostunun dinindədir. Yəni, bu qədər sıx əlaqəsi var insanın dostu ilə. Buyurur, fəliyənzur əhədukum mən yuxalil. Ona görə diqqət edin hər biriniz kimlə dost olursunuz. Bizim oturub durduğumuz, danışdığımız, gün ərzində münasibətdə olduğumuz, səmimiyyət qurduğumuz hər kəsdən bizdə bir pay var.
Görürsən, arada fikirləşir ki, mən niyə məsələn İraq olsun da xasiyyətim pis olub, məsələn, acdil olmuşam, məsələn, xəsis olmuşam, hər hansı bir nöqsan ki, özümüzdə biz onu görürük və səbəbin başlayırıq axtarmağa. Bizi onu bir kitabda öyrətməyiblər, bizi onu bir məktəbdə dərsdə öyrətməyiblər, bizi onu evdə öyrətməyiblər, atamız deməyib, anamız deməyib. Mən niyə belə olmuşam? Diqqət eləyəndə görürsən ki, mən bir mühitdəyəm ki, bəzi insanlar var çevrəmdə, ətrafımda, onlarla oturub durmuşam. Onların hətta deyilişdə, danışıqdakı o deyiliş metodu da, üslubu da mənə təsir eləyir. Onların xasiyyətdə mənə təsir eləyib. Söyüş söyən bir, nalayiq ifadələr ağzından çıxardan bir şəxslə otursun, dursun bir ay, sən bir aydan sonra artıq istəmədən söyüş söyəcəksən. Sən qeybət eləyən, sən məsxərə eləyən, sən təhqir eləyən bir qurumun, bir çevrənin ətrafında oturub dursun, yavaş-yavaş bu şeylər sənə təsir eləyəcək. İnsanın rəngin, şəklin, zahiri görünüşün dəyişmir dost. İnsanın birbaşa batinin dəyişir, düşüncəsini dəyişir. Bu hədis çox dəyərli hədisdir. İnsan dostunun dinindədir. Bizim də bir atalar misalımız var. Yəni, bunlar hamısı hədisdən, ayədən çıxarılmış sözlərdir. Deyir, dostu mənə göstər, deyim kimsə. Demir, mənə özü təqdim elə. Yəni, bir adam eşitirsən ki, bilirsən ki, məsələn, bir gəncdir, ya bir ağsaqqaldır, fərq eləmir, kişidir, qadındır, fərq eləmir. Kimlərlə oturub durur, artıq bilirsən ki, bu insanın xasiyyəti, xarakteri necədir. Və hədis deyir ki, insan öz daxilindəkinə tərəf meyillənər. Yəni, məni o dostuma çəkən bir maqnit var. Burada da ciddi məsələ var. Yəni, mən əgər pis mühitdə, pis dostların çevrəsindəyəmsə, deməli, məndə də pis nəsə var ki, məni onlara çəkib, onları mənə özünə yaxınlaşdır. Məni onlara sevdirən cəhətlər var. Yaxşı bir, nümunəvi bir insanı, ideal bir insanı, qeyri-ideal, anormal insan sevə bilməz. Onlar ondan dostluq eləyə bilməz. Düzdür? Əgər mən anormal insanlar tərəfindən də sevilirəmsə, deməli, burada məndə nöqsanlar var. Məndə çatışmayan məsələlər var. Əl-məru əla dini xəlilihi. Kişi öz dostunun dinindədir. Baxsın kimlə dostluq eləyir, diqqət eləsin. Qiyamət günü çox insan şikayət eləyəcək dostluğundan. Leytəni ləm ətəxizu filanən xəlila. Deyəcək, kəş filan kəslə dost olmayaydım. Kəş filan kəslə dost olmayaydım, onunla yoldaş olmayaydım. Ləqəd ədəlləni əniz zikr. Çünki o məni Allahı yad eləməkdən yayındırdı, uzaqlaşdırdı. Quran deyir, cəhənnəmə daxil olanlar, Əraf surəsi 38-ci ayda buyurur, Kulləmā dəxələt ümmətun lə'nət uxtəhə. Cəhənnəmə girən toplum, dəstələr özlərindən qabaqçılara lənət oxuya-oxuya girəcək. Elə bir girir cəhənnəmə, deyəcək, Allah lənət eləsin filan kəsə. Onlarla bir yerdəydim. Çox maraqlı bir ayədir bu. Deyir ki, hətta izzətdərəku fihə cəmiyən. Bu dəstə-dəstə ki, girəcəklər cəhənnəmə. Girən dəstə özündən qabaqçına lənət oxuyacaq. Kimlə ki münasibəti vardı, kimin ətrafında, çevrəsində kimlər ki vardı, buna təsir göstərmişdi, onlara lənət oxuyacaq. Girəcək cəhənnəmə, görəcək o da buradadır. Deyəcək onu ki, Allah sənə lənət eləsin. İndi burada bir-birinə lənət deyəcəklər, oturub sonra çay içəcəklər, kef eləyəcəklər, deyir, axı bu bilir, axı burada bunu nə gözləyir. Lənət eləyəcəklər. Deyir ki, elə ki, hamısı bir yerə toplaşdı, hətta izzətdərəku fiyyə, da bayırda heç kim qalmadı. Allah hamısını getdi, gəldi, yığdı bir yerə. Qalət uxrahum li ulahum. Axırda gələnlər birincilər üçün deyəcək. Rəbbənə, ey bizim Rəbbimiz, haulai ədəlluna. Bunlar bizi azdırdı. Bunlar bizi bədbəxt elədi. Bunlar bizi zəlalətə saldı. Bunlar bizi uçuruma apardı. Bunlar bizi səndən uzaqlaşdırdı. Bu dostlarım, bu yaxınlarım, bu ətrafında olan insanlar və bunlara Allah sən lənət elə deyəcək. Fəatihim əzabən zi'fən. Bunlara bizdən 2 qat artıq əzab ver, bizi azdırdıqlarına görə.
Fəatihim əzabən zi'fən minənnar. Cəhənnəmin, ateşin bunlar üçün daha da 2 qat əzabın istiliyin artır. Qal, Allah cavab verəcək. Likullin zi'fun. Elə hamımıza 2 qat əzab veriləcək. Ay lənət oxuyan, elə sənə də əzab veriləcək. Niyə? Bu sənin əli qolu bağlamamışdı ki. Mən sənə deyirdim ki, sən oturub durduğun insanlara fikir ver. Nə artistlik edirsən burada ki, ay filan kəsə lənət olsun. Bu dünyada da belədir. Gedir birinin evindən bir kəs gedir, bir pis işin sahibi olur, günah eləyir, nə bilim, bir fəsada, bir pis yola qurşanır. Deyir, Allah filan kəslərin boynunu sındırsın, lənət eləsin. Onlar mənim, məsələn, evladımı çıxartdı yoldan filan. Düz deyir. Amma bunlar sənin oğlunun əlin qolun kəndirləyib, ona məcbur bir şey içizdirməyiblər, yedizdirməyiblər. Bu özü istəyib gedib. Yəni, Quran istəyir desin ki, gülünc obyektinə çevriləcək insan qiyamət günü, lənət oxuduğu zaman başqalarına. Ona görə dünyada diqqətli olsun insan, baxsın kimlə dostluq edir, kimlə münasibət qurur, kimin çevrəsindədir. Və heç kəsdə orada heç kəsi lənət eləsə də belə özünü əzabdan sığortalaya bilməyəcək. Yəni, o birinci dəstəyinə verəcəksə, ikinci dəstəyi də onu verəcək. İmam Sadiq əleyhissalam deyir, Allahdan başqa dostluqların hamısı qiyamətdə düşmənçiliyə çevriləcək. Hamı orada bir-birinin ətini didəcək. İnsan gəlib çatacaq elə bir yerə, ilahi məhkəməyə çıxacaq, eləmişəm onu eləmişəm. Kimlərlə eləmişəm də önəmli deyil. Mən sənə demişdim kimlərəsə qoşulma. Mən deyirdim kiminə, adam var görsən deyir ki, mən elə insanların ətrafında oluram ki, onlara təsir eləyim, onlara. Bədbəxt, onun elə bir dənə söyüşü, bir dənə nalayiq hərəkəti, bir dənə qeybəti, bir dənə nə bilim, başqa-başqa işləri sənin ürəyini, sənin ruhu darmadağın eləyir. Təsir eləmək istəyirsən, hə, elə, bir dənə cümlə denən çıx bayra. Da ondan sən oturacaqsan, duracaqsan, onun ad günündə gedəcəksən, onlarda qalacaqsan, ondan səhərdən axşama qədər çayxanada çay içəcəksən, təbii ki, sən də onun kimi olacaqsan. Əgər mömin də olsun, səni dəyişəcək. Niyə? Çünki dostun dinindəsən sən artıq. Dostun nədirsə, dinin, əqidin də ona çevriləcək. Dost seçimində diqqət eləsin insan. Atasından, anasından, bacısından, qardaşından, qohumlarından daha çox təsir edən insana, insanın pis dostudur. Səid Şirazinin bir şeiri var. Gözəl, məntiqli bir şeydir. Deyir ki, ta təvani mi qoriz əzyar bəd. Nə qədər bacarırsan, pis dostdan qaç. Adam sınıyır, bilir də, insan belə deyirən elə hamına biz pis dost kimi baxaq. Çünki sınıyırsan, oturursan, bir kəlmə danışırsa, görsən ki, yox. O deyir. Ta təvani mi qoriz əzyar bəd. Yar bəd bədtər buvad əzmar bəd. Deyir, pis dost zəhərli ilandan da pisdir. Pis dost zəhərli ilandan pisdir. Maribət tənha tora bərcan zənər. Çünki ilan təkcə səni canından eləyər. İlan vurdu, sancdın, öləcəksən. Yaribət bərcan o bər iman zənər. Pis dost canından da eləyəcək səni, imanından da eləyəcək səni. Pis mühitdə, pis dostdan uzaq qal. Cəhənnəm əhlindən danışıq var Quranda. Cənnət əhli soruşacaq, ma sələkəkum fi səqər. Niyə düşdünüz cəhənnəmə? Maraqlıdır da. İnsan niyə getsin cəhənnəmə düşsün? Qalu ləm nəkum minəl musəllin. Namaz qılmadıq. Və ləm nəkun nut'imul miskin. Yetimə, aca, təam vermədik. Biçarə çətinlikdə olanların hayına qalmadıq. Onları düşünmədik. Və kunna nəxuzu məəl xaizin. Və batil insanların çevrəsində olduq. Demir, onların elədiyini elədik. Məsələ burada ola bilər bir namaz qılan pis dostların içərisindədir. Amma onların elədiyini eləmir. Elədiyin etməsə də belə cəhənnəmə düşəcək onların çevrəsində olduğuna görə. Onların yanında olduğuna görə, onlarla bircəliyinə görə cəhənnəmə düşəcək. Bəs fasik insan, pis insan, biz zahirinə baxırıq, insandır da. Amma onun əməlləri bir od kimidir, bir alov kimidir. O əməllərin bir mənəvi tərəfi var da, bir batini surəti var.
Məsələn, Quran deyir ki, yetimin malını yiyənlər qarınlarına od yiyir, alov yiyir, ateş yiyir. Nə qədər yetim malı yiyən var? En qədər. Qarınları biraz da şişir, yekəlir, boyunları yoğunluyor. Yanmır axı, bunun bir yeri yanmır axı, biz deyək ki, bu alov. Batin mənada bu söz. Yəni, o külbaş elə bilir, elə boynu yoğunluyor, qarnı şişir. Yox, elə qarnına od yiyir. Amma onu görmür, özü də bilmir, elə ətrafındakı da bilmir. Hətta külbaş bəzi adamlar onlara qibtə dedi, buna heç nə də olmur ona. Görsən necədir, haqq yiyir, haqq kəsir, baş kəsir, oğurluq eləyir, hər şey də düzdür. Evi, eşiği, maşını, belə keyfi də kökdür. Amma gəl sən bunun bir batininə bax. Gör onun burnundan o necə gələcək. Gör onun qarnında o alovlar necə yanacaq. Onu görə bilmək üçün gerək arif olasan. Rəcəbəli Xəyyatın atası deyir, cavan vaxtımda idim, bir hadisəyə şahid olmuşdum. Nahaq bir hadisə idi. Bir kimsə kimisə allatmışdı. Mən dinmədim. Mən dinmədiyimə görə bu alladan səhər işə gələndə mənə bir dənə balaca xalça getirdi, gəldi. Dedi, Allah. Dedim, bu nədir? Dedi, elə məndən sənə hədiyyə. Ay, o lazımdır, filan, əşi götürdü, hədiyyədir. Deyir, götürdüm xalçanı, baxdım, gördüm, yaxşı, bahalı, keyfiyyətli bir parçadan, ipdən hazırlanıb, toxunub. Dedim, elə aparıram evə, evimizdə elə kasıb evdir, fərqi, kasıbçılıqla böyümüşük. Heç ayağımızın altında həsirdən başqa bir şey yoxdur. Deyir, evə girəndə, deyir, atam dedi ki, o nədir? O nədir getirirsən? Dedim, ata görmürsən xalçı. Dedi, tüstüdən görə bilmirəm nədir o. Çıxardı onu evdən. Bilir axı, bu işi ilə, bu qazancı ilə o xalçanı alıb getirə bilməz. Bilir axı, onun maaşı, onun gəliri ona əl vermir ki, o maşını sürsün. Dedi, çıxardı onu evdən. Mən bildim nədir o. Mən istəmirəm 5 günlük, 10 günlük dünyanın ləzzətinə görə axirətimi məhv eləyim. O bahalı zərzivada yaşayan, giyinən, keyf eləyən də öləcək, mən də öləcəyəm. Mən istəyirəm üzü ağ gedim. Sabah mən orada hesabımı verə bilmədiyim bir şeyi burada yemək istəmirəm. Hesabımı verməyə gücüm çatmayan bir sözü demək istəmirəm. Bazardır, açıqdır, hər kəs nə istəyir danışır. Elə bilirsə elə burada qalacaq, yox, bu danışdıqlarına görə hesab verəcəksən. Verə biləcəksən, gücün olacaq onun cəzasına dayanmağa. Yox, odur ki, dili saxla, nəfsü saxla, istəklərə hakim ol. Bax, insan pis çevrədə, pis mühitdə olanda belə olur. Fasik insan od, alov kimidir. İnsanı yandırır. Zahirdə görünməsə də bir müddət sonra görsən ki, hər şeyi təsir eləyir. Kimlə dost olaq? Həvarilər Həzrəti İsa'dan soruşdu. Həzrəti İsa'nın Həzrəti İsa'ya iman getirib onun təbliğatında onunla bir yerdə Həzrəti İsa'nın sözlərini insanlara çatdıranlar dedilər ki, ey Allahın nəbisi, kimlə dost olaq? Çox önəmlidir. Deyir, 3 dənə kateqoriyada insanı saydı. Dedi, 3 kəslə dost ola bilərsiniz. Başqaları ilə yox. Kimdir o? Mən yüzəkkirkumullah rü'yətəhu. Birinci, onu görəndə Allahı yad eləyəsən. Elə bir şəxslə dostluq elə ki, onu görəndə Allahı xatırlatsın sənə. Dostu başqa şey xatırlatmaz. Adam belə görüşən kim deyir, hə, filan vaxtı nə eləmişdik, nə ayırmışdıq. Onu belə eləmişdir. Oğurluğu yad eləyir, doğurluğu yad eləyir, zinanı yad eləyir, içkini yad eləyir, hər şeyi yad eləyir. Deyir, o kəslə dostluq ol ki, hətta namaz qılanlardan var, məscidin həyətində görürsən, keçmiş keyflərindən danışır. Deyir, belə eləmişdir, filan toyda boyuna çıxartmışdıq. Deyir, o kəslə dostluq elə ki, onu görəndə Allahı yad eləyəsən, özü yığışdırasan. Daha ürəyin açılıb günahları yadıma salmayasan. Və mən yəzid fi ilmikum məntiqə. O kəslə dostluq eləyin ki,
Ağzın açıb danışanda elminizi artırsın, savadınızı artırsın, maarifləndirsin səni. İstəməzsən onun yanından gedəsən. Deyəsən, elə biraz da qalım, o elə biraz da danışsın bu mənim üçün. Elmini artırır, məntiqi artırır. Da faydasız, lazımsız, boş boğazlıq eləmir. Adam böyle sesi gəlsin deyə danışır. Çünki mənim də desinlər ki, dilim var ağzımda. Nə bir məntiqi var, nə bir məqsədi var, nə bir elmi, nə bir nəsihətdir. Heç bir şey yapışmır da bu sözlə gündəlik məişət sözlərindən danışır. Bir söz də tapmayanda qayıdır keçmişə, keçmişdəki nağıllarından danışır. Bir iki nəfər də güldürür, çıxdı, getdi. Öldü, getdi deyilə, belə qaldı elə tarixdə. Və filan kəs məzəli adam idi. Nə məzəli adam idi? Nə danışırdı? Bir dənə hikmətli bir söz, həyatın təcrübəsindən bir şey bölüşə bilib cəmaatla? Yox. 90 il yaşayıb, 80 il yaşayıb gedib, bir dənə sözü, bir dənə nəsihətdə sözü yoxdur. Bir gəncə, bir öz yaşadına yoxdur. Amma danışıb, 90 il danışıb, dilini tərpədib, dodağını tərpədib, bütün hərflərdən istifadə edib, lap belə səsi də yoğun olub, bəkdən danışıb, amma bir dənə dəyərli söz danışmayıb. Deyir, o kəslə dostluq elə ki, az danışsın, amma bir dənə cümlə desin sənə. O cümləsi elmini artırsın. 3. O kəslə dostluq eləyin ki, və mən yurəğqibukum fil axirəti əmələ. Onunla dostluq eləyin ki, onun gördüyü işlər sizi də təşviq eləsin axirətə əməl eləməyə. Axirət üçün sizdə canlanma yaratsın. Başa düşəsən ki, balam, bu dünyaya lazım olmayan bir şeydir. Bunun özünə lazım deyirdi. Bu niyə eləyir bunu? Axirətə üçün eləyir. Və məndə bunun bu hərəkəti, bu əməli rəğbət yaratsın. Rəğbət yaratsın. Əl-Ələsəm deyir, yaxşı, salih insanla dostluq eləmək, ətir satanla dostluq eləməyə bənzəyir. Ətir almağa pulun olmasa da, onun iyi səndən gələcək. Onun elədiyini eləyə bilməsən də, mümkündür dostum gecə namaz qılır. Nə gözəl. Onun namazın, onun zikrin, onun duasın demirəm, indi azından çoxunu, lap heç də eləyə bilməsəm, elə onun yanında olmağım mənə vəs edir. Onun yanında olmağım, ətir satanın yanında olmağım kimidir. O məndə dəyişəcək, yavaş-yavaş dəyişəcək, mütləq dəyişəcək. İndi pis bir adamın yanında olmaq, o üfunət saçan bir şəxsin yanında olmağa bənzəyir. Onun elədiyini eləməsəm də, onun paltarını giyməsəm də, onun pis qoxusu yavaş-yavaş tədricən neynəyəcək? Mənə sirayət edəcək. Bəli. Bax, İslam deyir, bu məsələdə dostluğa çox diqqət yetirin. Dostluq deyəndə indi hərə bir cürə təfsir eləyə bilər. Dost kimdir, nədir? İndi ola bilər. Hər kəsin həyatında bir dənə, iki dənədir o. Adam var ki, heç yoxdur. Əleyhissalam buyurur ki, yaxşı dost tapmayamsansa, tənha yaşamaq ondan yaxşıdır. Yəni, illə də bir şəxs olsun ki, mən bununla dostluq eləyim, elə də kim olur olsun, belə bir şey yoxdur. Deyir, pis insanla dostluq eləməkdənsə tənha yaşamaq daha yaxşıdır. Elə tənha yaşa. Amma birdən tapsın, bu meyyarları olsun. Qalan o şeylər hamısı boş şeydir. İndi mənə deyəcəklər ki, bu məsələndə heç kimlə dostluq eləmir. Adam var, dostluğun olmamağına görə utanır. Əgər bu üstünlüklərə görə bir adam hələ də dost tapa bilmirsə, vallahi utanmasın. Yox, başqa səbəblərə görə tapa bilmirsə, özü bilər. Amma axtarıb ki, elə Allahı görüm, onu görəndə Allahı görüm, danışanda elmimi artırsın, əməli axirəti sevdirsin mənə. Bunu axtarıb tapa bilməmişsinizsə, vallahi tənhalığınıza şükür edin. Nə çox insan var ki, peşmandır ki, filan kəsə salam vermişəm. Peşmandır ki, filan kəsdən oturub durmuşam. Elə bu dünyada deyirik, balaca peşmançılıqdır. Ahirətin peşmançılığı necə olacaq? Müqayisə olunması mümkündür. Heç adam zehninə yaxınlaşdıra bilməz, onu müqayisə eləsin ki, ahirətdə insan seçdiyi şəxsə görə necə peşman olacaq? Oturub durduğu şəxsə görə necə peşman olacaq? Allah'ın və Muhammed al Muhammedə
Allah dünya və axirət bizi onların elmindən, məarifindən, ziyarətindən ayrı salmasın inşallah. Bismillahirrahmanirrahim vəl-əsr. İnnəl insana ləfī xusr illellezina amanu və amilusalihat və təvassav bil-haqqi və təvassav bis-sabr. Sadaqallahul aliyyul azim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Esselatu vesselamu ala Resulillahil amin. Seyyidina ve Mevlana bil Qasimil Mustafa Muhammed sallallahu aleyhi ve aleyhi ve sellem. Ve ala aleyyin emiril muminin aleyhisselam ve ala Fatımet az-Zahra seyyideti nisa'il alemin salamullahi aleyha. Ve alal Hasan vel Hüseyin ve ala Ali ibn Hüseyin. Ve Muhammed ibn Ali ve Cafer ibn Muhammed ve Musa ibn Cafer ve Ali ibn Musa ve Muhammed ibn Ali ve Ali ibn Muhammed ve Hasan ibn Ali ve Hüccetil Muntazaril Mehdi. Allahümme eğfir lil mu'minine vel mu'minat vel muslimine vel muslimat el ahyai minhum vel envat. Usikum ve nefsi bi tekvallah. Sizi və özümü ilahi təqvaya riayət etməyə dəvət edirəm. Allah mütəal bizləri gizli və aşkar Allahın hüdudlarını aşmamaqda, Allahın huzurunda diqqətli olub yaşamaqda hər birimizi müvəffəq eləsin inşallah. İmam Sadiq əleyhissalamdan bir hədis inşallah oxuyuram. Buyurur, Əl-muminu həsənul məunə, xəfiful məunə və cəyyidut tədbir liməişətihi la yulsəu min cuhrin mərrəteyn. Deyir, mümin yaxşılığı, ehsanı gözəl edəndir, qaydasında edəndir. Yəni, yaxşılıq da eləyəndə o yaxşılığın ədəbindən kənara çıxmır. Çobudluqla eləmir, minnətlə eləmir, başa qaxınc eləmir, riyakarlıq üçün eləmir. Yaxşılıq da eləyəndə ədəbi ilə eləyir. Yaxşılığı da dəyərlidir. Deməli, buradan belə çıxır ki, hər yaxşılıq dəyərlidir. Yaxşılığı da gerək qaydasında eləyəsən. Düşünün, birinə salam bir cürdür. Salam verərsən ki, durar sənə məsələn vurar. Elə qəzəblə, acıqla, qışqıra salam verərsən. Salam verərsən ki, durar səni öpər, qucaqlayar. Yaxşılıq da belədir. Yəni, söhbət yaxşılıqda etməkdən getmir. Yaxşılığı belə yolunda eləyəsən. Az eləyəsən, amma hörmətdə eləyəsən. Qarşı tərəfin şəxsiyyətini alçadmadan ona hörmət eləyəsən. Adam var, verir, onun şəxsiyyətini, onu 10 nəfərə bildirir ki, buna mən verdim və elə bu yaman gündədir verdim. İndi sizcə bu necə dəyərli bir şeydir? Necə dəyərli ola bilər? Amma bir nəfər də verib, yaxşılıq eləyib. Amma heç kəs bilmir ki, filan kəsin əynindəki köynəyi filan kəs verib. Heç kəs bilmir. Heç kəs də bilməyəcək. İndi bu yaxşılıq hansı üstündür? Deyir, mömin o kəsdir ki, yaxşılıq etməsi də yaxşı cəhətdədir. Yəni, dəyərləndir. Xəfiful məunə, yüngül xərclərə sahibidir. Yüngül xərcləri, yəni israfçı deyil, bədxərc deyil. Ehtiyacları var, amma ehtiyaclarını elə tənzimləyib ki, ehtiyacları da yüngüldür. Ehtiyacların açıb başın bıraxsan, ehtiyaclar udar adamı. Elə hər saat borca salar adamı. Oturmuşsan, məsələn, deyirsən, filan şey istəyirəm, filan şey istəyirəm, filan şey istəyirəm. Və sənin 500 manat, məsələn, maaş almışsan. Bu istəkləri 500 manata sığdıra bilməyəcəksən. Deyir, mömin odur ki, istəkləri də yüngüldür.
Yəni bilir, özünü elə tənzimləyir ki, bu 500 manatdan artıq bir şey istəyə bilmərəm mən. Cəyyidü tədbir, çox gözəl tədbirə sahib olar mömin. Tədbirsiz olmaz. Müminin geri tədbiri olsun. Yəni, alternativ bir, həmişə bir fikri olsun, düşüncəsi olsun. Belə deyir ki, elə nə olacaq Allahlıqdır. Tədbirli olsun. Din tədbirsiz insanı məzəmmət edir. Deyir, hər bir işdə tədbir ol. Danışanda da tədbirli ol, düşünəndə də tədbirli ol, bir əməl eləyəndə də tədbirli ol, məişət işlərində də tədbirli ol. Çox buyurur ki, mömin o kəsdir ki, bir yerdən 2 dəfə sancılmaz. Bir yerdən 2 dəfə sancılmaz. Nə deməkdir bu? Yəni, bir səhvi heç vaxt 2-ci dəfə təkrarlamaz. Ola bilər, bir seçim eləyər, deyər, bu yaxşıdır. Amma sonra o seçiminə görə başı ağrıyar. Daha ömrünün axırına qədər bir də başı ağrımaz o şeyə görə. Müminin tədbiri bu qədər ciddi olmalıdır ki, bir zərər çəkdiyi şeyə görə 2-ci dəfə zərərə getməz. Yəni, bu da müminin tədbirinin dəqiqliyindən. Allah'ın verirə Muhammed alı Muhammed hörmətinə. Allah dünya və axirət bizi onların elmindən, marifindən, ziyarət və şəfaətindən ayrı salmasın inşallah. Allah'ın verirə Muhammed alı Muhammed hörmətinə. Mübarək cümə günüdür. Allah bu günün hörməti xatirinə ibadət itaətlərimizi, tövbə və istiğfarlarımızı dərgahında qəbul eləsin. Allah xəstələrimizə, yadımızda olan kəslərə, qazilərimizə şifayı acil mərhəmət eləsin. Allah'ın verirə Muhammed alı Muhammed hörmətinə qəriblikdə, qüvvətdə olanlarımızı, əsgərlikdə, əsirlikdə olanlarımızı sağ-salamat ailələrinə qovuştursun. Allah'a and veririk rəhmətinə, məğfirətinə, günahlarımıza, səhvlərimizə, xətalarımıza qələmi əfv çəksin. Allah'a and verirəm böyüklüyü xatirinə halı həyatda olan, yaşayan ata-analarımızın, valideynlərimizin ömrünə bərəkət inayət eləsin. Allah Teala bizləri ağ valideyn bu dünyadan aparmasın. Allah dünyasını dəyişən valideynlərimizi qəriq rəhmət, vasili cənnət eləsin. Vətənimizin, torpağımızın azadlığı, bütövlüyü uğrunda verilən şəhidlərimizi 20 yanvar Xocalı şəhidlərin, Qarabağ şəhidlərin, 44 günlük vətən müharibəsində şəhid olan əzizlərimizin ruhların əvvəla xalqımıza, millətimizə, bizlərə duaçı qərar versin. Allah məqamları ucadır, daha da âli eləsin və Peyğəmbər və İslam şəhidləri ilə şəhidlər sərvəri Seyyid-ül Şühəda Əba Abdullah Hüseynlə məşhur eləsin. Allah yaddan çıxan duaları barəmizdə müstəcab eləsin. Bizi dininə, millətinə, xalqına, ailəsinə, dostlarına, xidmət eləyənlərin yaxşılarından qərar versin. Allah bizi dinin, mənəviyyatın yoxluğu ilə imtihan eləməsin. Allah zamana imamımızı salamət eləsin. Ağamızın duaların üstümüzdən əski eləməsin. Həzrətin zühurunda, gəlişində, günü-gündən təcil qərar versin inşallah. Bismillahirrahmanirrahim. وَالْعَصْرِ إِنَّ الْإِنسَانَ لَفِي خُسْرٍ إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَتَوَاصَوْا بِالْحَقِّ وَتَوَاصَوْا بِالصَّبْرِ وَالسَّلَامُ عَلَيْكُمْ وَرَحْمَةُ اللَّهِ وَبَرَكَاتُهُ.